Ay qız deyəcəksən, nə olub? Sən Ayazı sevirsən? Nə? Səndən söz soruşuram. Ayazı sevirsən? Mən sənə dünən başqa bir adamla da gördüm. Birincisi, Ayazı sevib sevməməyimi mən bilərəm, Ayaz bilər. Bunun sənə heç bir aidiyyatı yoxdur. İkincisinə gəldikdə isə, mən kiminlə görüşürəm, kiminlə danışıram, bunu mən bilərəm. Sənə nə mən kimlə danışıram, kimlə görüşürəm? Sən başda bizim məsələmizə niyə qarışırsan? Nəysə, işinlə məşğul ol. Haradasan ay Tofiq, gəl çıx da bəs. Krasavicam, bu sənin için. Пожалуйста. Пожалуйста. Ой, Тофик, спасибо. Да? Что говоришь? Что? Спасибо. Спасибо. Sen Rusça tanıştın. Olmaz ki. Bax, söz verirəm sənə. Biz evlənək. Mən səni götürüb aparacam Leningrada gəzməyə. Sən öyrən Rus dilini. Öyrənməm də, niyə o qədər yanlı danışırsa, Rus dilini danışırlarsa, mən də dilimi öyrəşdim. Leningrada gedəcəyik. Qancan gedəcəyim. Bəs necə? Wolfgang canı üçün sən nə gözəl yerlər də olar. Mostlar bax, belə açılır, bir də görsən bax, belə bağlanır. Hər oranın, nə deyirlər, bir nosçuları var. Bəyaz gecələri. Bəyaz gecələr, bəyaz gecələr. Zakışları rəkdən. Oranın bir dənə bəyaz gecələri var. Söz verirəm, kişi kimi sənə aparacam. Ne olur? Baxsın da, ne olur? Tofiq, mən bugün icazə almışam, evə tez gedəcəm. Niyə? Bu gün mənim anamın ad günüdür. Ona görə istəyirik ki, bütün ailə hamımız yığışaq, qeyd edik. Что говоришь, kız? Mamuçkamızın ad günüdür. Cənnət xanımı mı? Də. Mən də mütləq səndən gedəcəm. Tofiq, sən hara gəlsən? Bu mamamızın ad günündə, bu nə sözdür? Cənnət xanımın ad günündə. Bu, sən nə qədər istəyirəm onun xətrini?
Rafiq, bilmirəm mən. Bilirsən nə var? Zəng eləyim kömürə. Bacımı da götürüb bir yerdə gələk. Bir yandan da bu minicik olsun da, elçilik olsun da, həm ziyarət, həm ticarət. Nə deyirsən? Doğrudan Tofiq. Hə. Yaxşı, onu belə yeyək. Ayazda icazə alıb, o da tez çıxacaq. Mən gözləyim, Ayaz tez çıxsın, getsin və sırf biz sənin telefonu gidik. Gedək də, bax, könlü götürüb gələcəm sizə. Yaxşı, gözləyin ha məni. Gətir. Ölürəm də sən mamandan ötürürəm. Onlar çəhnəcək. Fəridə, nə olub, hə? Qaşqabağın yerinə gedir, xeyirdi mi? Şəkilə görə. Nə şəkli? Uşağın şəkli. Fidanın şəkli? Nə fidanı? Divara nə şəkli yapışdırmışdı? Nə şəkil olacaq, Oğlumun şəklinin paxıllığını çəkir də. Çox paxılsan, ay qız. Ona görə Allah səni bu günə qoyub da. Adam gərək xoş niyyətli ola, ürəyi təmiz ola. Niyə yeyirsən? Onu fidan üçün doğramışam. Zəhmət çək özün doğra ye də. Niyə də yeməyim, Elnurun pulu ilə alınıb da. Sənin uşağın uşaqdır, mənim oğlum uşaq deyil. Az, Afət. İmkan ver, oturaq bir stəkan çayımızı rahat içək. Əşi, bəs sənin də, siz də lap ölür. Nədir? Elnurdur. Az sən nənəmi Elnurdur. Yo, Elnur deyil. Nə Elnur, Sən demirəm o kimsə başqa bir adamla danışır. Görürsən az. Niyə indi biz? Bunu nətərsə yoxlamaq lazımdır, belə olmaz. Bir şey fikirləşmək lazım. Ay Allah, nətər eləyək? Az çiçək! Çiçək! Ölü qoyun kimi gəlirsən, tez elə də, nə olub, xəstəsən? Özümü biraz pis hiss edirəm. Cəhənnəmə pis hiss eləyirsən. Mənə bax, az. Bu nə sir sifətdir, hə? Mənim xoşum gəlmir, ha, bu evdə kimsə sifətin sallayıb gəlsin. Nədir bu? Ha? Sən nə soruşun? Səhər silmişəm baxı. Az utanıb ölmürsən, bir mənə yalan da danışırsan, hə? Mən köram da, görmürəm də. Silsəydin toz olardı. Vallahi səhər silmişəm. Çiçək. Cəhənnəm ol. Əski götür, təmizlə oraları. Tez elə. Təmizləyib, silib. Mənə bax. Oranı silib qutarandan sonra bu divan kresloları da çək, altın təmizlə. Mən deməsəm canım çıxır iş görməyə. Aynur xanım, halım yoxdur. Cəhənnəmə yoxdur halın, qara da görə yoxdur sənin halın. Tez elə git zibilləri gətir, yığışdır buraları. İstəyir bu məndən, nə istəyir? Nə istəyirsən məndən? Hə? Bax, nə istəyirsən də məndən? Niyə zəng gelirsən mənə? Sənə 100 dəfə demədim zəng vurma mənə? Nə görüşməyi? Sən mənə nə danışacaqsan? Məni qoyub getməklə danışacaqsan?
Dedim ki, zəng eləmə mənə. Ailəli adamam, ailəmi dağıtmaq istəyirsən. Zəng eləmə də zəng eləmə. Qoyub gedəndə heç fikirləşmirdi. İndi Afət qədri bilən çıxıb mənim üçün. Nə istəyirsən, mənə? Nə istəyirsən? Əl çək də. Ay Allah, nə vaxt canımı qurtaracaq mənim səndən axı. Afət. Nə olub bana? Hı? Kimdi səni incidən? Sən adiyyəti yoxdur, ged işinlə məşğul ol. Bey, elə mənim işim budur da. Bala, sən bu evin gəlinisən, mənim də gəlinim. Mən də sənin qaynananam. Bir yaxşı qaynana kimi bilmək istəyirəm ki, kim səni incidir, narahat eləyir. Hə? Sən mənə görə narahat olma. Ged öz işlərini gör. Solmaz xala, elə mən də o gün eşitdim, gördüm nəsə telefonda deyir ki, hamiləlik belə gəldi, hamiləlik belə getdi. Ay nə bilim, məni hamilə ortada buraxdın, getdin. Hə. Görürsən, incidirlər də mənim qızımı. Hə, ciyəri yansın onun hər kimdirsə.
Dedim ki sənə aidiyyatı yoxdur da. Bəsdir. Az bir ver o telefonu, cavabını verim də, hər kimdirsə. Hə də, Solmaz xala al danış gör nə deyir. Hə də, qoy cavabını verək, görə səndən nə istəyir? Nə var? Səni yesiz görüblər. Olmaz. Dedim ki sənə aidiyyatı yoxdur. Sən get öz işlərindən məşğul ol. Ya yemək bişir, ya get o cancıgər cənnətlə qeybət elə. Bilmirəm, nə edirsən elə öz işinlə məşğul ol. Bu gəlinimə də baş sal ki, mən onun üçün çiçək zat deyiləm ha. Mən afətəm, afət. Cəhənnəm oldu ikiniz də başımdan. Solmaz xala, burada nəsə var. Nəsə ciddi bir şey var ki, bu belə narahat oldu. Görmədin, rəng ürfat deyil. Düz deyirsən. Doğrudan da burun altında nəsə yatır. Çiçek, al biraz su iç. İç biraz da iç. Necəsən, yaxşısan? Sən çörək yemisən? Nahaq bilirsən, dur gedək bitki yemək yeysən. Dur. Dur ayağa, qalx deyirəm. Qalx, yavaş-yavaş qalx. Gedək, dur. Üzr istəyirəm. Çiçək xanım, mən babam 3 günlüyə gedib. Bu nə sürətdir belə? Aysu. Həddini aşma. Danışıqla fikir ver. Mən nə deyirəm? Hər 2 dəqiqədən bir elə mənə gözüm çıxdı sarsız. Nə görürəm o dərəmdə? Sən indi görmürsən ki, qızın halı yoxdur. Mən də ona kömək eləyirdim. Nə var ki burada? İşte. Amma qəşəng yaraşırsın. Hə, mənim də mədət kişiyə deyiləsi sözlərim var. Amma get. Musiqiyə qulaq as, mahnı oxu, dərs oxu, yer. Çiçək, necəsən? Dur, gedək mətbəxə bitki yemək. Qalx. Ehtiyat ol. Yavaş. Alo, Rövşən salam. Belə də pis deyiləm. Rövşən qulaq as. Mənlə görüşmək istəyəndə daha klinikanın ətrafına gəlmə. Ehtiyatlı olmaq lazımdır. Hə, olub. Sevda var, Ayazın keçmiş arvadı. Bizi söhbət eləyəndə görüb həyətdə bir yerdə. Deməyini dedi, amma bəxtimiz onda gətirdi ki, bilməyib sən kimsən. Hə, mən də ona görə deyirəm də, görsəydi bütün planlarımız alt-üst olacaq idi. Buna görə Rövşən ehtiyatlı olmaq lazımdır, çox ehtiyatlı olmalıyıq. Hə, bunu deyirdim. Oldusa. Mahmud, bundan nəcək gündüzün gün atacaq. Mən zəng eləməsəm heç eləməz. Hə, Mahmud, salam Məlik. Əleyküm salam. Bayaqdan niyə götürmürsən ki telefonu? Yatmısan? Bəlkə elə yanğın var. İş görürdüm, eşitməmişəm də. Lap tutalım ki, yanğın var ay Mahmud. Sən Rusiyyətdə, mən burada. Buradan ora mən necə gəlim? Yaxşı. Sən də söz çatdırmaq olmur da. Yaxşı. Səndən nəcəb? Nə var, nə yox, salamatçılıydı. Aysu necədir? Kişi necədir? Kişi heç nə. Kişi sanatoriyadadır. Malades də kişiyə. Canına qulluq eləyir də. Vaxtında sanatoriyası, müalicəsi, vannası, masajı. Hə, bəs nə bilmişdin? Baxırdı özünə kişi əməlli başdı. Lap yaxşı.
Aysu necədir? Şükür babat da Aysuda. Eşitdim Tofiq də evlənir. Nə? Kim? Bu gün gediblər də qıza baxmağa. Kim gedib, hara gedib? Mənim xəbərim yoxdur axı. Mən nə bilim, niyə xəbərin yoxdur? Könüllə Tofiq gediblər qız gilə. Gör. Buradan bura mənə heç kim heç nə demir ki. Mənim heç nədən xəbərim yoxdur amma. Axı mənə niyə desinlər, niyə də desinlər? Aynur axı bunların hamısının düşmənidir, düşməni. Rəna. Get düşəydə aşağı. Mən istəmirəm. Xahiş edirəm, nə olur. Get düşək. Bilirsən də bu elə belə incəlik deyil. Bilirəm, Rəna, başa düşürəm. Amma sən də başa düş ki, belə də. Belə də olmuraq. Gəl gedək, başa düşürəm səni. Demirəm, get indi bu dəqiqə öp, qucaqla, bağrına bas. Heç olmasa gəl mənim yanımda otur da. Yəni, yaxşı çıxmır da, yuxarıda sən oturasan, biz aşağı. Gedək mənim yanımda otur, yaxşı. Sən deməyi çox asandır, amma mən bilsən nə qədər çətindir. Bilirəm. Mən xətrimə. Gəl. Gəl, gözləyirəm səni. Nə oldu? Harda qaldı bu qız? Harda olsun, indi gələr. Göründü sənin bu yerə göyə sığmayan Nərmin əbi. Könülka, nərmiş candır, ciyərdir, ürəkdir. Üstəlik də bir sot torpaqdır. Əsas torpaq deyə torpaq. Prinsesa deyə, prinsesa. Tək elə olsun. O de, gəlir. Gəlir. Can, yerişinə qurban olaram sənə. Gəl, can, krasavicam mən. Gəl qoluma. Batışqa deyil, batışqa. Batışqa, canımız, gəl. Batışqa deyil. Salam. Aleykümselam. Necəsiz? Yaxşıyam. Siz necəsiz? Yaxşı. Nərminə. Könül. Gördünüz də bir-birinizi. Hadi oğlum, getdik. Gəlin, ardımca gəlin. Salam ana, salam. Xoş gördük. Salam bala, salam. Can. Ad günün mübarək. Təbrik edirəm. Allah səni bizim başımızın üstündən əski eləməsin. Çox sağ ol bala. Allah səni də xoşbəxt eləsin. Buyur, bunu götür. Bu nəyə lazım deyək? Bir şey deyil, yüngül varı, nəsə bilməməsi xoşbəxt eləsə yaxşı. Sağ ol oğul, sağ ol. Xoşbəxt ol. Hə, nə qəşəng süfrə açmısan, maşallah, maşallah. Əslində bu süfrəni sizin üçün açmışam. Vallahi mən bəhanə yeməyib belə ortada. Dedim ki, balalarımla yaşaq bir süfrədə oturaq. Evimizdə əminamanlıq olsun, şadlıq olsun, sevinc olsun. Daha nə edeyim? Yaxşı eləmisən, yaxşı eləmisən. Can. Nə edirsən? İşini nə gördür? Bəs, Yaxşıdır bala. Kamışı gözləyirik. Gəlsin görək nə deyir, nə gətirsin. Ayaz, Aycan. görürsən o da gələr. Kim? Rənanı deyirəm də. Ha, gələr yəqin. Niyə gəlməsin ki, gələr, hə? Kamran gətirər onu. Amma sən də daha çox ondan bir də kobudluq eləmə, yaxşı? Daha nə olub da, olan keçən. Yaxşı ama? Yaxşı. Özündən murat ol. Əsəblərini qoru, bu əsas sənsən, yaxşı ama? Yaxşı. Narahat ol. Bəs yaxşı, sənə kim dedi? Sən hardan bilirsən? Səhər Könül dedi. Gör ha, könülə bax sən. Buradan bura amma mənə heç nə demir. Gözündən gəlsin könül sənə elədiklərim, gözündən gəlsin. Əşi yaxşı da, qələt eləmədim ki, bir söz dedim sənə. Ay Mahmud, yox necə olur bu? Buradan ora sənə zəng eləyib xəbər verirlər, amma buradan bura mənə bir kəlmə söz demirlər. Az yaxşı da,
Bunlar elə illər boyu bax mənə qarşı beləçik olublar. Mən amma onlardan ötürü özümü öldürmüşəm, yandırmışam, töhmüşəm özümü, amma bunlar məni evin içində adam yerinə qoymur ki. Əşi, mən dedim, sənin də xəbərin oldu da. Əşi, sən dedin, bildim də, indi sən deməsəydin, mənim heç nədən xəbərim olmayacaqdı. Ay qız, yaxşı, bəs daha, bir sus da, bir dayan da. Sən də elə bunların tayısanda, sən bunlardan fərlisən. Zəhləm gedir hamımızdan, zəhləm gedir hamımızdan. Salam ana, adı gün mübarək. Salam, sağ ol, gözəl ol, sağ ol. Çox sağ ol, bala. Təbrik eləyirəm sizi. Çox sağ ol. Ha, ayaq üstə niyə dayanmısınız? Əyləşin də, nə gözləyirsiniz? Keçin, keçin, oturun. Gəl Şamil, gəl. Yana gəl. Gəl. Bu Nərminə harada qaldı? Gələr sıxar, narahat olma. İndi harada var, gəlib çıxacaq. Hardadır ki, Nərminə? İşləd də, gəlib çıxma belə. Narahat olmayın, indi harada olsa gəlib çıxacaq. Mən də gərək könlünü almaya onun. Heç yaxşı olmadı dünən. Hə, Ayaz, sən Allah gələndə könlünü al. Bir dənə bacım var da. Yaxşı ana, gəlsin danışasam özü ilə. Narahat olma. Çiçək, ye də biraz da ye. Götür. Yox, istəmirəm baba, çox sağ ol, istəmirəm. Axı halsızsan, dişdə. İstəmirəm. Belə olmaz da, heç olmasa biraz güc tapasan özündə. Pərviz, bu nə deməkdir? Siz nə edirsiniz burada, hə? Az, mən sənə deməmişdim ki, otağı yığışdır, hə? Ay bacı qızın ürəyi getmişdi. Cərə getmişdi, cəhənnəmə getmişdi. Nə oturmsan az burada, hə? Sənə deməmişdim ki, mən gələnə qədər evlər tərtəmiz olsun? Ay Nurxan. Az, nə mən, hə? Dəfə də şəllənə yayılıb oturub burada. Ay bacı, görmürsən qız nə haldadır? Mən də təsadüfən gəlib gördüm, Pərviz, bunun yeri bura deyil, bu səhvən bura gəlib. Bunun yeri teatrdır. Bu əla aktrisadır. Bu ki, o boyda Mədət kişini belə artisti gəlib yoldan ki çıxardıb ha. Bundan hər şey gözləmək olar. Öyle də yoxdur, insafın olsun. Görmürsən qız nə haldadır? Deyirəm, sən doğrudan da uşaqsan, Ay, yalandan rola girib də. Sən də buna inanırsan, hə? Yaxşı da, görmürsən qız nə haldadır. Gəl. Dur ayağa, dur ayağa gedişlərimi gör. Gəl, biz gedək, bacı qardaşlar söhbət edik. Dur. Gəl də biz gedək. Orada qaldı bu qız, niyə gəlib çıxmıraq? Ana sən gəl otur, o da gəlib çıxacaq indi. Ay oğul, bayaqdan gəlməliydi axı. Gələr da, indi harada var, gələr yəqin biraz işi çıxır. Hə, gəldi. Axşamınız xeyir. Gəlin. Gəlin. Xoş gəlmisiniz. Bu da mənim ailəm. Ana. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Здравствуйте, Cennet mama. Здравствуйте все. День рождения, Cennet mama. День рождения, Cennet ana. День рождения, день рождения. День рождения, Cennet mamçıka. Sizi təbrik edirəm. Əziz ana, güzel ana. Gözəl, mehriban ana. Yaxşıdır, əladır. Ana, bu xanım da Tofiqin bacısı Könüldür. Çox yaxşı. Təbrik edirəm sizi, neçə belə illərə. Çox sağ ol, Allah razı olsun. Əyləşin, ayaq üstə durun. Çox sağ olun. Sağ ol. Sən də get, çay gətirsin. Yaxşı. Hacı, sən varlar yaman əsəbisən. Belə olmaz. Cəhənnəm olsun hər şey. Mən sənə görə çox narahatam. Mənə baxa Pərviz. Bəx orada danışmadım, amma elə bilməyəm, mənim gözümdən yayında heç nə görmədim. Ona da
Çiçəyə çay süzməli Ərzan. Mən sənə deməmişdim ondan uzaq dur, hə? Demişdim ya, yox. Hacı, Mədət bugün sabah gəlir. Sən heç fikirləşmirsən ki, ya Mədət gələn kimi o qız onun ovucuna hər şeyi qoysa nələr ola bilər, hə? Heç fikirləşmirsən bu barədə? Sən də oradan elə fikirləşsən ki, o nəsə deyəcək. İnan ki, heç nə də deməyəcək ona. Bax, niyə demir də, niyə demir, hə? Bir fikirləş də, bir sakit başdan fikirləş. Birdən dedi. Mədət onda kimə inanar, hə? Hər halda onu qoyub sənə inanan deyil. Bağışlayın, siz Allah xəbər eləmədən durub gəlmişik. Tofiqdir də, qəflətən yığdı ki, gedək səni Nərminə ilə tanış edeyim. Eşi, o nə deməkdir? Olur da belə şeylər, olur. Çayı da qoydum, qızsın biraz. Nərminə əziyyət çəkməyə 5-10 dəqiqəliyinə gəlmişdik. Tofiq birazdan məni aparacaq. Yoldaşım məni gözləyir. Ay qızım, o nə sözdür? Süfrə üstünə gəlmişsiniz, bir stəkan çay için gedərsiniz də. Bilirsiniz, mən fikirləşdim ki, bir yandan bacım görmək istəyir Nərmini, bir yandan da bugün axı xoş gündür. Bugündən gözəl gün ola bilməz. Sizin din rajdeninizdir. Bugün də görüşməyimiz lap yerinə düşdü. Bir də tanış olduq da bir-birimizlə. Lap yaxşı. Gəlişimizin məqsədi sizə bəlli oldu. Biz bu görüşdən şadıq. Yəqin ki, siz də narazı deyilsiniz. Yo, estağfurullah, o nə deməkdir? Üzr istəyirəm, yoldaşım idi. Nərminə, çayını yeniliyə qızar, get çayları getir qızım. Nərminə, gözlə 2 dəqiqə söz deyəcəm. Bizi bugünlük üzürlü bilin, yoldaşım bizi gözləyir. Söz vermişik gələcəyi ona görə. Ay bala, vallahi heç yaxşı olmadı. Yox, gəlsin gələn dəfə inşallah. İnciməyin, çox üzürlü. Ay qızım, bir stəkan çay içib gedərdiniz də. İnciməyin siz Allah, istəmirəm yoldaşımı gözlədim. Yox, bəlkə biraz söhbət eləyəsiniz, hə? Bizdə belədir də, kişi nə dedi, o da olur.